Sevgilisiz? Bəli. Hə, Neçəli sevgilisiz? 2-3 ayda elə tanış oluruq təzə. Tanıma mərhələsindəyim. Aham deməli. Bu bahalı maşın qarşılığında sevgilinizdən ayrılarsınız? Yox, əlbəttə ki. hə ayrılaram. Zarafat edir. 1 aprel'e yaxınlaşırıq ona görə. Hə, sezon. Yo, ciddiyəm. Gör sən belə maşının var, günə gözəldir. Ciddisiz? Mən əlbəttə ciddiyəm, mənə yaraşmaz, o da zarafat edir hətta. Məncə. Yo, zarafat eləmirəm. Çox qəşəng maşındır. Heç bir şey onda bu maşın, bu da sən. Gözləyin, gözləyin, gözləyin. Sənə mən 17-ni verirəm. Yox, ehtiyac yoxdur. Nəyə görə verirsiniz ki, bunu anlamadım. Sevirdin? Yəni sevgi, elə bir böyük sevgi yox idi ortada. Tanış olma mərhələsində idi, amma sevə bilərdim. Yəni istəyirdim sevmək onu. Bax, e-mailini ona görə. Yox, buna ehtiyac yoxdur çünki mən Yox, buyur da, buyur. Yox. Əlinizi boş çevirməmək üçün götürürəm, amma ehtiyac yoxdur. Sizin sayənizdə də bu xanımı daha yaxından tanımış oldum. Necə? İndi mən maşına otuzdurmayasınız? Yəni sən bir dənə maşına görə sevgilini satdın, ayrıldın. Ona görə də piyadasan. Belə. Onda gəl otur sən evə qədər ötürüm. Yəni sən evə qədər ötürüm. Buyur. Çalış, çalış. Sevgili maşına dəyişmə.